İlk növbədə hamını salamlayıram. Sabah ikinci mərhələnin ilk oyununa çıxacaq. Hər iki komanda birinci mərhələdə uğurlu çıxış edib mərhələni atlayıblar. Və hər iki komanda da idealdır, ikinci mərhələni keçmək istəyir. Və bu ilk oyun hər iki tərəf üçün olduqca önəmli olacaq. Başa düşürük, rəqiblə səfərdə oynayırıq, onların ev oyunudur. Rəqib çalışacaq, üstünlük yaratsın, qələbə qazansın. Bizim də oyunla bağlı öz fikirlərimiz, istəklərimiz var. Təcrübəli komandada Avrokuboklarda son 5-6 ildə Avrokuboklarda uğurlu çıxış edirlər mütəmadi olaraq, mərhələlər keçirlər və o yüzden də düşünürəm ki, sabah bizi maraqlı və gərgin oyun gözləyir. So first of all, greetings to everyone. As we know, we're going to play against Paide and against the good side with good experience. And both sides were enough good to deliver a good performance during the first qualifying round, and both sides could advance to the next leg. And we know about the opponent's experience already over the last 5 or 6 years. They played already 12 times in the European Tour. So it's going to be an interesting and exciting game tomorrow. So both sides will show some intensity to advance to the next leg. Good afternoon, everyone. Thank you to be here. So tomorrow it will be an interesting game. Like coach say, this is a team we play against that used to play in this group, in this stage of the Conference League. They know for sure everything about this. About us, we are working very good. About the preparations and everything, I think we are in a good mood. We are prepared for tomorrow, and we are ready. That is the most important game we have. That is tomorrow, and after that we can think about the other things. So is it? I hope we give a good answer tomorrow. That is the most important. Herkese salamlayıram. Burada olduğunuza görə təşəkkür edirəm. Demək, sabah məşqçimizin də qeyd elədiyi kimi çox təcrübəli bir komandaya qarşı oynayacağıq. Bu oyuna böyük məsuliyyətlə hazırlaşmışıq və düşünürəm ki, əlimizdən gələnin ən yaxşısını eləyib, bacardığımız qədər növbəti mərhələyə adlamağa çalışacağıq. Hələ 2 oyun var. Bunun üçün ilk addımı sabahki oyundan atacağıq və demək olar ki, çox yaxşı hazırlaşmışıq oyuna. Tərman Şəhər Bilmantıqı, sualım baş məşqçi Rəşad Salmalıdır. Torpedo Kutaisi səddini top buraxmadan keçdi komandamız və bu da sevindirici bir haldır. Bəs növbəti rəqiblər, keçdiyimiz rəqib arasında təbii ki, komanda analiz etmişsiniz, onların ofensivliyi qarşılaşmasında hansı fərqləri qeyd edə bilərsiniz, yəni oyun tərzi baxımından, nələr diqqət cəlb edir? Oxşarlıqlar çoxdur rəqiblər arasında, oyun fəlsəfəsində. Hər iki komanda arxadan oyun quruculuğa, toplu oyuna üstünlük verir. Hər iki komanda standart vəziyyətlərə təhlükəlidir. Və ümumən götürsən, futbolçularla da həftə boyu rəqibi analiz etdikdə müəyyən müqayisələr aparırdım ki, Torpedo Kutaisi ilə oyun üslubları bir-birinə çox oxşuyur. Və o yüzden də bizim özümüzün meydanda yaxşı idman formasında olmamız çox önəmli olacaq. Rəqibə meydanda rahat oynamağa imkan verdikdə rəqib çox yaxşı və baxımlı futbol oynamağı bacaran bir komandadır. O yüzden də çalışacaq rəqibin oyunun qarşısını alaq, rəqibin oyununu pozaq və öz oyunumuzun imkan dərəcəsini diktə eləyək inşallah. So the question is about tomorrow's game, as you've qualified to the next round without conceding during the first qualifying round against Torpedo. So definitely you've analyzed already the opponent, and what are the similarities between Torpedo and the Paide? Yeah, the coach's answer was that we've analyzed carefully his opponent, and I was telling my lads during the meetings, during the analysis, there are a lot of similarities with Torpedo and Paide between these two teams. Huge similarities they have, and both teams, they like to have a slow build-up from defense. In the set pieces, both teams are straight, dangerous teams, and prepared very well for tomorrow's game. So in the best way we can, we're going to try to do to be able to qualify to the next round, and we'll try to be advantageous before the second game.
So my opinion about this first question about not suffering goals. I hope that we keep going like this. That is important for us to keep our goal with 0 goals. We are working very good, in my opinion, this week. We are making a lot of good trainings, good load, and I think we are ready for the game tomorrow. About the teams and the similar team aspects of the teams, like coach said, this is more work of him, not us. But yes, we can see this, and we know the aspects to work on it and to put on practice tomorrow. Mən ilk növbədə qeyd etmək istəyərdim ki, daha öncəki turda necə ki qapımızı toxunulmaz saxladıq 2 oyunda, növbəti oyunda da eynisini etmək istəyərdik. Məşqçimizin də qeyd elədiyi kimi hər iki komandanın oyun fəlsəfələrində çoxsaylı oxşarlıqlar var. Amma sırf oyun fəlsəfəsinə qalanda artıq analizlər sırf məşqçinin işidir. Biz isə meydanda çıxıb əlimizdən gələn ən yaxşısını etməliyik. Çox yaxşı hazırlaşmışıq. Məşqlərdə və eləcə də bundan öncəki 2 oyunda artıq istədiyimizi almışıq və ümidvaram ki, növbəti oyunlarda da bunu təkrarlayarıq.